Hər vaxtınız xeyir olsun. Satışa yeni bir həyət evi çıxıb. Zəhmət olmasa videoyu sonadək baxın. Ev haqqında bütün məlumatlar video daxilində qeyd olunub. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Ev 5 sot torpaq sahəsində inşa olunub. 3 mərtəbə 6 otaqdan ibarətdir. Mərtəbələr arası da monolit betondur. Şəxsi özünə tikilmiş evdir. Bura evin arxa hissəsidir, bağ sahəsi kimi istifadə olunur. Eyvanı da var. Qeyd etdiyim kimi şəxsi özünə tikilmiş evdir, gir yaşa evdir, əşyalı satılır. Sənədlər də qaydasındadır. Burada manqalnisi, sanitar qovşağı və kombi yeri də var. Şəxsi tikilidir, qeyd etdiyim kimi bütün ev kamera sistemi ilə təchiz olunub. Ətrafı da tam yaşayışdır. Evin dörd bir tərəflə ağlay daşlardan üzlənib. Və burada evin giriş hissəsi, həyət ev və fasad görünüşü qeyd etdiyim kimi 3 mərtəbədən ibarətdir. Həyət qapısı jalüz qapıdır. Ətrafı da tam yaşayışdır. Yerləşmə yeri Zabrat Məşdağa yoludur. Məşdağa qəsəbəsinin giriş hissəsidir. Arazı marketə çox yaxın məsafədə yerləşir. Ümumi 5 sotdadır. Daxil olaq evə. Bura dəhlizi, giriş hissəsi yəni. Yer bütünlüklə istif oldu. Hamam və sanitar qovşaq ikisi birlikdə birinci mərtəbəyə aid duş kabinləri quraşdırılıb hazırdır. Sağ tərəfdə bir otaq. Və bura qonaq otağı. Pəncərəsi həyətə baxır, bağ sahəsinə və qarşısında jalüzlə bağlamaq olar. Ev əşyalı satılır. Yalnız evin içərisindən 1-2 elektronik əşya götürüləcək və geri qalan bütün əşyalar evdə qalacaq. Sağ tərəfdə mətbəx yerləşir. Mərtəbələr arası da qeyd etdiyim kimi monolit betondur. Yerləşmə yeri Zabrat Məşdağa yoludur. 5 sotda inşa olunub, 6 otaqdan ibarətdir. Və burada ikinci mərtəbənin dəhlizi, dəhlizdən otaqlara paylanılır. Sağ tərəfdə hamam və sanitar qovşaq ikisi birlikdə. İkinci mərtəbədə 3 yataq otağı, hamam və sanitar qovşaq yerləşir. Sağ tərəfdə bir otaq, ikinci yataq otağı. Bu yataq otağından da eyvana çıxış var. Və solda isə 3-cü otaq. Bu yataq otağından da eyvana çıxış var. Evin fasadı da ağlay daşlarla üzlənib. Qalxaq 3-cü mərtəbəyə. Və burada 3-cü mərtəbəsi. 3-cü mərtəbə böyük mansardır. Qarşısında eyvanı da var. Və burada istirahət otağı kimi istifadə olunur. Sanitar qovşağı da var. Evin yerləşmə yeri Zabrat Məşdağa yoludur. Ümumi 5 sotda 3 mərtəbə həyət evidir. Hamam və sanitar qovşağı ikisi birlikdə. 5 sotda 3 mərtəbə 6 otaqdan ibarətdir. Fasada ağlay daşlarla üzlənib. Sənəd paket kupcadır. Qiyməti 315.000 manat. Real alıcıya endirim mümkündür. Qiyməti yenidən qeyd edim 315.000 manat. Bu və ya digər elanlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.